Tbilisidə etnik Azərbaycanlı gəncin döyülməsi ilə bağlı insident qeydə alınıb. Hadisə noyabrın 2-sində gecə saatlarında baş verib. Məlumata görə Marina Georgobyan adlı şəxs supermarketdə çalışan 19 və 21 yaşlı gəncləri təhqir edib, onlara ölkənə get kimi ifadələr səsləndirib. Daha sonra Georgobyan tanışı 1996-cı il təvəllüdlü şəxsi hadisə yerinə çağırıb. O bir neçə nəfərlə birlikdə mağazaya gələrək orada çalışan gəncləri zorla çölə çıxarıb və qrup halında döyüblər. Polis hadisədə iştirak edən 6 nəfəri müəyyən edərək saxlayıb. Digər şəxslərin saxlanması istiqamətində istintaq davam edir. Faktla bağlı başlanmış cinayət işi üzrə saxlanılan şəxsləri 9 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.